Nəzarət şuur səviyyəsi nədir? Biz həyatımızın müəyyən dönəmlərində müəyyən bir nəzarət perspektivindən ətraf mühit amillərinə yanaşma sərgiləmişik. Ola bilər ki, ailə üzvlərimizə, övladımıza və yaxud da ki, işlədiyimiz mühitdə olan iş yoldaşlarımıza və yaxud da ki, uşaqlıq dönəminə bir baxış yetirsək görərik ki, uşaqlıqda belə biz müəyyən bir əhatənin içində özümüzü bulanda, məsələn, sinifdə müəyyən uşaqlar üzərində, dostlarımız üzərində bir nəzarət perspektivindən bəzi addımlar atmışıq. Bu hansı səbəbdən doğan bir hal və yaxud da ki, vəziyyətdir? Bunu anlamağa çalışaq. Nəzarət etməyimiz bizim enerji ilə sintez edəsək, ətrafımızda olan enerjilərə, onların istiqamətlənməsinə, öz şuur səviyyəmizdən, öz bilincimizdən və yaxud da ki, içimizdə olan qorxulardan və yaxud da ki, narahatlıqlardan doğan bir periodik hərəkət sayılır ki, biz onları istiqamətləndirməyə çalışırıq, biz onları yönləndirməyə çalışırıq. Bu insan perspektivi də ola bilər, yəni insanlar da bizi yönləndirməyə çalışa bilərik. Biz elə bilirik ki, gələcək adlı illüziya biz istiqamətləndirməsək mövcud ola bilməz və yaxud da ki, doğru şəkildə dizayn oluna bilməz. Biz elə bilirik ki, biz həyatımızı müəyyən istiqamətlərə yönləndirməsək və yaxud da ki, övladımızın, valideynlərimizin, bizim əhatəmizdə olub, bizim tabeçiliyimizdə olan insanların, belə deyək, həyatını biz öz təfəkkürümüz səviyyəsində istiqamətləndirməsək, yönləndirməsək, o zaman o insanlar gözəl bir həyat yaşamazlar və yaxud da ki, nəzarətdən çıxarlar və yaxud da ki, biz həmin insanları itirə bilərik. Yəni, bu itirmək sözü əgər bu şuur səviyyəsində işlədilirsə, demək ki, burada nədən söhbət gedir? Burada bir qorxudan söhbət gedir. Yəni, insan nəzarəti itirməkdən qorxur. İnsan öz həyatına nəzarəti itirməkdən qorxur və yaxud da ki, özünün sandıqlarına nəzarəti itirməkdən qorxur. Axı, biz bir insan olaraq həm də mənimsəmə aspektindən çıxış edirik. Məsələn, övladımızı mənimsəyirik. Məsələn, həyat yoldaşımızı mənimsəyirik və məsələn, dostluqda öz dostumuzu mənimsəyirik. Sanki onlar bizimdir, yəni mənimdir və yaxud əşyalarımızı və yaxud da ki, bizə verilən həmin o xidmətə sunulan sıxılmış enerjiləri başlayırıq biz mənimsəməyə və özəlləşdirməyə. Və bu mənimsəyib özəlləşdirmək də bizə həmin əşyalar üzərində nəzarəti özündə ehtiva eləməyə sövq eləyir. Və biz elə bilirik ki, biz həmin o enerjilərə nəzarət etməsək, orada bir disbalans yaranacaq, orada bir xaos yaranacaq. Təbii ki, bu bizim dar düşüncəmizin irəli sürdüyü bir fikirdir, bir qorxudan doğan fikirdir. Çünki bu nəzarət illüziyasının kökündə dayanır bir qorxu, kökündə dayanır bir inanc sistemi, kökündə dayanır bir soy kökdən gələn, ailədən gələn bir kodlar. Yəni, sən həyatına nəzarət etməlisən. Yoxsa həyat öz cızığından çıxacaq, öz relsindən çıxacaq. Və başqa bir məqamda biz görürük ki, əslində biz həmin anda öz nəzarətimizi veririk nəzarət etdiklərimizin əlinə və nəzarət etdiyimizi sandıqlarımız əslində bizə nəzarət edir. Çünki biz daimi şəkildə indidən çıxırıq. Çünki biz nəzarət ehtiyacı duyduğumuza görə daimi şəkildə biz bədənsəl cəhətdən indidə olsaq belə, biz fikri cəhətdən, biz enerjisel baxımdan, biz mental baxımdan, biz emosional baxımdan daimi şəkildə gələcəkdə özümüzü tapırıq. Hansı ki, bizim dar düşüncəmizin qurduğu, keçmişdən şuuraltımızın qaynaqlandığı və qorxularımızın bünövrəsi üzərində qurulan kövrək bir gələcək və bizi o gələcəkdə belə deyək, mutsuz edəcək bir hadisələrin dizayn olunduğu bir gələcəkdə biz özümüzü tapırıq. Ki, biz də burada artıq özümüzə bir növ zülm etmiş oluruq, bir növ bizi həmin hadisələr, həmin o nəzarət etdiyimizi sandığımız hadisələr başlayır bizi ağuşuna almağa və əslində o hadisələrin özü, o insanların özü başlayır bizə nəzarət eləməyə.
Və xüsusilə də bunu qeyd etmək istəyirəm ki, nəzarət ehtiyacı duyan insan və yaxud da ki, nəzarətdə özünü tapan insan bu enerjisi biraz yüksək insan sayılır. Yəni məsələn, nəzarət illüziyasında olan insan, nəzarət şuur səviyyəsində olan insanı biz digər şuur səviyyələrində olan insanlarla bir müqayisə aparsaq görərik ki, məsələn, qurban səviyyəsində olan insan nə idi? O sadəcə enerjisiz, düşük frekansda olan bir insan idi. O yığılıb yerdə qalmışdı, addımlamaq belə istəmirdi. Ona görə enerjisel baxımdan baxanda görürük ki, müqayisədə qurban səviyyəsində olan insanın fiziki fəaliyyəti, enerjisel durumu nəzarət şuur səviyyəsində olan insanın enerjisel durumundan aşağıdır. Və yaxud da ki, mübarizə şuur səviyyəsində. Mübarizə şuur səviyyəsində olan insan o sadəcə olaraq müəyyən bir fiziki fəaliyyəti həyata keçirdir, müəyyən bir belə deyək, bir şeyləri əldə etmək üçün çabalayır və onun bu çabalamağı da ona nəyi özündə göstərir, nəyisə qazanmaq dalınca o düşdü, amma hələ də qazanmır. Amma artıq sən bir növ mübarizə şuur səviyyəsində müəyyən bir levela qalxdın, müəyyən bir pilləni fəth etdin və sonra qədəm qoydun digər nəzarət şuur səviyyəsinə. Bu o deməkdir ki, sən bir pilləyə kimi gəldin və o pillədə özünü tapdın. Müqayisə etdikdə biz görürük ki, nəzarət şuur səviyyəsində olan insanın enerjisi digər şuur səviyyələrində, ondan aşağı şuur səviyyələrində olan insanların xarakterik enerjisel bədənlərinin sahib olduğu enerjidən qismən yüksəkdir. Və burada da sən nəzarət etdiyinə görə sən öz enerjini bloklayırsan. Səndə var enerji. Axşamınız xeyirli olsun. Səndə müəyyən bir enerji var, amma sən o enerjini necə xərcləyirsən, hara xərcləyirsən, nəzarətə xərcləyirsən. Sən o enerjini özündən axmağa qoymursan. Sən öz energetik bədənində yaradırsan bloklar və bu da səndə müəyyən xəstəliklərin olmasına gətirib çıxardacaq ki, xəstəliklər nədən tüğyan edirdi? Enerji bloklarından, enerjisel bədənimizdə olan tıxanmalardan. Və sənə hansı tip insanlar sənin ətrafında formasiya daşıyacaq? Əsas məsələ də bundan ibarətdir ki, bax sən nəzarət edən bir obyektsən və sənin ətrafında olan digər insanlar da azad ruhlu olan insanlar olur. Nəzarətə dözə bilməyən insanlar olur. Onların da keçməli olduğu sınaq da sənsən. Yəni burada dünya matriksi elə dizayn olunub ki, dostlar, heç kimə zərrə qədər də zülm olunmur. Sadəcə burada dar aspektdən baxanda cəza mexanizmi görünə bilər, dar aspektdən baxanda zülm perspektivi görünə bilər, xaos görünə bilər. Amma biz geniş aspektdən baxanda görürük ki, insanın bir insanla bir həyat sürməsi onların arasında elə bir karmik bağ yaradır ki, bu insanın alacağı dərsi digər insan ona öyrədir. Məsələn, azad ruhlu, azad addımlar atmağı sevən bir insanın karmik dərsi nədən ibarət olar? Təbii ki, onun ətrafında olan, nəzarət şuurunda olan bir insanla bir yaşam sürməsi. Və o bunu idrak eləməlidir, anlamalıdır və özünü artıq azad etməlidir. Bu başqa bir aspektdir. Təbii ki, buna biz bu mövzuda toxunmaq istəmirəm bu aspektdə. Keçirik biz həmin bu nəzarət şuurunda olan insana. Və görürsünüz ki, bu şuurda olan insanlar nə edir? Özünü unudur, dar aspektdə baxanda. Və gedir öz yoldaşının, öz övladının, hələ təzə dünyaya gələn övladının gələcəyini artıq qurmaq üçün müəyyən addımlar atmağa. Ki, harada oxuyacaq, harada işləyəcək, necə dolanacaq, necə yaşayacaq. Bilmir hələ bu uşağın başına bir müddətdən sonra nə gələcək. O uşağın mental durumu ilə maraqlanmır, o uşağın mənəvi vəziyyəti ilə o qədər də maraqlanmır. Amma çalışır ki, o övladının gələcəyini öz dar düşüncəsi ilə qurmağa çalışsın. Ona bir rahat gələcək sunmağa çalışsın öz düşüncəsində. Amma sən o uşağın daxili vəziyyətini, energetik durumunu sən düzəldə bilməsən, o yöndən bir addımlar ata bilməsən, sənin gələcək
adlı illüziyada onun üçün qurduğun o düşüncəndə, o təfəkküründə, o nəzarət şuurunda qurduğun bir gələcək ona heç bir xeyir bəxş etməyəcək. Niyə görə xeyir bəxş etməyəcək? Çünki sənin onun üçün qurduğun o gələcək sənin sahib olduğun energetik durumla əlaqəlidir. Yəni sən bunu dizayn etdin, amma həmin şəxsin özü, sənin övladın o enerjini nə qədər idarə edə biləcək? Sənin qurduğun məsələn biznesi, övladı və həvalə etdiyin biznesi ona qədər qoruyacaq, genişləndirəcək və yaxud da ki, həmin enerjini düzgün şəkildə istifadə edəcək. Bax, sən bunu ona bəxş etmədiyinə görə, öyrətmədiyinə görə, sadəcə sən onun üçün bir sistem qurduğuna görə, təbii ki, o sistemin təməlləri bir möhkəm bünövrələr üzərində olmadığına görə o çökəcək. Mütləq şəkildə bu belə baş verəcək. Və xüsusilə də burada onu qeyd etmək istəyirəm ki, sənin övladın, əgər sən nəzarət şuurundasansa, necə bir övlad olacaq? İpə sapa yatmayan bir övlad olacaq. Sən onu ram etməyə çalışacaqsan, sən onu çərçivələr içərisində saxlamağa çalışacaqsan, başqa aspektdən baxanda. Sən onu idarə etməyə çalışacaqsan, amma o necə bir uşaq olacaq? Sənin sözünü sənin olduğun vaxtı yerinə yetirirmişcəsinə bir davranış sərgiləyən bir uşaq. Təşəkkür edirəm hədiyyəyə görə. Amma sən üzvü çevirəndən sonra öz bildiyini edən uşaq. Yəni səni bir növ daimi şəkildə narahat fazada saxlayan bir uşaq sənin övladın olacaq. Çünki sən o uşağın həqiqi sahib olduğu potensialın istifadə olunmasına belə izin vermirsən. Sən istəyirsən ki, o sənin istədiyin universitetdə təhsil alsın, o sənin istədiyin peşəyə nail olsun, o sənin istədiyin mühitdə formalaşsın. Sənin istəklərin bundan ibarətdir. Və bu da təbii ki, onun azad iradəsinə bir müdaxilə olduğuna görə, onun sahib olduğu o enerjini blokladığına görə və yaxud da ki, onun istəməli olduğu fiziki yöndə fəaliyyəti bir limitlədiyinə görə burada nə baş verəcək? Təbii ki, bir müddətdən sonra həyat simulyasiyasının balans qanununa əsasən o uşaq, nə qədər ki, sən onu sıxırsan, nə qədər ki, sən onu idarə edirsən, bir müddətdən sonra o bir yetkinlik yaşına çatandan sonra idarə olunmayacaq bir səviyyədə özünü, davranışlarını sərgiləyərək sənə göstərməyə başlayacaq. Və sən görəcəksən ki, mən sənə görə bu qədər şeylər elədim, mən sənə görə bu qədər özümdən keçdim, bu qədər şərait yaratdım sənin gələcəyin üçün, sənin sağlamlığın üçün, sənin əzab, əziyyət çəkməməyin üçün mən bu qədər fədakarlıqlar etdim, amma sən qədir qiymətimi bilmədin. Burada yenə biz görürük ki, o uşaq da hansı xarakteri xüsusiyyətlərə sahib uşaq idi, onun da karmik bir belə deyək, almalı dərsi də sənin kimi bir valideynlə almalı olan sənin kimi bir valideynin yönləndirməsindən sıyrılaraq öz təslimiyyətinə, öz istəklərinə uyğun təbii ki, həqiqət yolunda addımlamağı idi ki, sənin nəzarətindən çıxsın. Təbii ki, burada sən onu bir nəfsaniyyətə sürüklüyürsənsə, burada həmin o azadlıqdan, həqiqi azadlıqdan söhbət gedə bilər də, həmin uşağın sahibi olacağı gələcəkdə. Və ona görə də sən nə qədər nəzarətdə saxlamağa çalışırsansa, sənin etməli olduğun şey məcburi şəkildə addımlamaq istəyən bir insanı zəncirləyərək öz əlində tutmağın deməkdir. Yəni, bax, biz bunu nəzarət şuur səviyyəsində olan bir insanı dünya illüziyası ilə sintezdə baxaq ki, bu insan nə qədər bu hala, situasiyaya tab gətirə bilər. Sadəcə bizə maraqlıdır. Təsəvvür edin ki, dostlar, əlinizdə bir stəkan su saxlamısınız. Təsəvvür edin ki, bax, bu bir stəkan suyu dolu vəziyyətdə əlinizdə saxlamısınız. Bax, indi mən bunu 1 dəqiqə əlimdə saxlasam, 5 dəqiqə saxlasam, 10 dəqiqə saxlasam, bu mənə bir ağırlıq etməyəcək. Çünki bunun tərkibində stəkanla birlikdə desək 300 qram çəkisi var, misal üçün. Elə də bir ağırlıq verməyəcək. İndi təsəvvür edin ki, siz bu 1 stəkan suyu əlinizdə aylarla saxlayırsınız, yerə qoymadan. Aylarla saxlayırsınız, illərlə saxlayırsınız, illərlə nəzarət şuur səviyyəsində yaşayan insanlar var. Burada biz nəyi anlayırıq? Biz görürük ki, nəzarət etdiklərimiz bizə ağırlıq verir. Nəzarət etdiklərimiz
bizə çətinlik yaradır, bizə sıxıntı yaradır, bizə energetik blok yaradır. Yəni biz nəzarət illüziyası ilə özümüzə zülm eləmiş oluruq. Təşəkkür edirəm hədiyyəyə görə, minnətdaram. Buna görə də siz nəzarət etdiklərinizdən bir müddət sonra bezirsiniz. Təşəkkür edirəm Lalə xanım, minnətdaram hədiyyələrə görə. Sadəcə bir simulyativ izah idi. Ona görə də əgər bugün özünüzə baxın, özünüzə suallar ünvanlayın. Mən nəyə və yaxud da ki, kimə nəzarət edirəm? Nəzarət edirəmsə, demək ki, bu etdiyim nəzarət mənə bir ağırlıq yaradacaq və bir müddətdən sonra bu nəzarət ehtiyacı duyduğum bu stəkanı əlimdən buraxacağam. Çünki bu mənə ağırlıq yaratdı. İnsanlar da belədir. Biz insanlara da nəzarət etməyə çalışırıq. Biz insanlara da əlimizdə tutub saxlamağa çalışırıq getmək istəyən insanı və yaxud da ki, bizim yanımızda olub, amma potensialı üzrə hərəkət etməyən, bizim qısıtlamamız dolayından hərəkət edə bilməyən, bizim nəzarətimizdən dolayı addım ata bilməyən insanı biz sıxıb saxlamışıq. Nə qədər saxlayacaqsan? Bir müddət sonra sən onu buraxmaq məcburiyyətində qalacaqsan. Çünki sən özün etdiyin bu hərəkətdən bezəcəksən. O öz azad iradəsi ilə müəyyən qərarlar verəcək. İndi təsəvvür eləyək ki, dostlar, bu insan bu nəzarətdə saxladığı öz ətrafında bulunan insanları, öz ailəsini, digər insanları və bir müddətdən sonra görür ki, bu insan tükənmə sindromuna düşür. Niyə görə tükənmə halına bu insan düşür? Ona görə ki, o sahib olduğu ona verilən enerjini xərcləməli idi özünə, öz şuurunun dərinləşməsinə, öz inkişafına, öz mənəviyyatına. Amma bu insan nə etdi? Bu insan onu etdi ki, dostlar, həmin o ona verilən enerjini xərclədi kimə? Digər insanların ətrafında var olmasına və yaxud da ki, digər insanların həyatının dizayn olunmasına. Enerji ora xərclədiyinə görə bu insan energetik bir çöküş yaşayır. Energetik çöküş nədir? Depressiya halı yaşayır, narahatlıq halı yaşayır, daimi yorğunluq halı yaşayır. Maddi durumu onun başlayır zəifləməyə və yaxud da ki, o insan ümumilikdə götürsək, həyatdan zövq ala bilmir. Çünki o həyata baxa bilmir. Çünki o əlində olduqlarına onu əhatə edən dünyaya o ayıq bir başla indidə olaraq baxa bilmir. Baxa bilmədiyinə görə də zövq ala bilmir. Buna görə də o insan bir müddət sonra, yenə də qeyd edirəm, bax bu stəkanı əlində tutur, yorulur və buraxır. O nəzarət etdiklərini başlayır buraxmağa. Və buraxanda görür ki, mən nəzarət etməsəm belə, hamı öz işindədir, hamı öz iş gücündədir, hamı öz fiziki fəaliyyətindədir, öz düşüncəsindədir, təfəkküründədir, özü üçün qurduğu və yaxud da ki, quracağı həyatının dalına düşərək öz fiziki fəaliyyətini icra eləyir. Mənim nəzarət etməyimə ümumiyyətlə ehtiyac yox imiş. Mən niyə görə nəzarət etdim? Mən axına qarşı niyə hərəkət elədim? Mən axın istiqamətində hərəkət etməli idim. Nəzarət etmə ehtiyacı məndə müəyyən xəstəliklər doğurdu, müəyyən bir energetik bloklar yaratdı. Mən zövq ala bilmədim, gəldim həyatımın orta yaşını belə keçmişəm, artıq misal üçün ahıl yaşındayam. Amma ömrümü həsr etmişəm kimlərinsə həyatının dizaynına, kimlərinsə həyatının inşasına. Amma özüm, hansı perspektivdəyəm, özüm qalmışam diblərdə. Buna görə də sən bir müddət sonra o zəncirləri, o əlində tutduğu ipləri buraxırsan. Buraxanda nə baş verir? Sən artıq məcburi şəkildə düşməlisən o axın istiqamətinə. Yəni səndə bir məcburiyyətdən doğan bir təslimiyyət halına keçid baş verir. Təşəkkür edirəm Samirə xanım, minnətdaram. Və bundan sonra isə səndə necə bir həyat olacaq? Sən görəcəksən ki, nəzarət etdiyim insanlara bəxş etməyi düşündüyüm həyat heç də onların razı olduğu bir həyat deyilmiş. Mən tutaq ki, öz övladımın həkim olmasını istəyirəm, amma o uşaq bunu istəmir. Bu həkim olmasını istədiyim istək hardan doğur? Nəzarət ehtiyacımdan doğan bir istəkdir. Və o uşaq isə onun bir istəyi yoxdur. Onun bir istəyi yoxdursa bu sahədə, o uşaq, o övladın bu sahədə
nə qədər peşəkar ola bilər? Özün düşün. Peşəkar ola bilməyəcək. Çünki o bu sahəni sevmir. Amma o bir yetkinlik yaşına çatsa, sən artıq öz o belə deyək, nəzarət əlini o uşağın üzərindən çəksən, axşamınız xeyirli olsun. Görəcəksən ki, o uşaq yönəldi başqa bir sahəyə, istəyində olduğu bir sahəyə və orada böyük bir uğurlar əldə etdi. Çünki onun sahib olduğu potensial o həkimliyə uyğun deyildi. Ola bilər həkimlər çox qazanır. Bu perspektivdən sən onu yönləndirmisən, istiqamətləndirmisən, amma bu o demək deyil ki, orada əsas olan qazancdır. Xeyr, burada əsas olan həmin o şəxsin, həmin o peşəyə olan istəyidir. Nə qədər o şəxs, təşəkkür edirəm Samirə xanım, həmin o peşəni sevdi. Və sən gördün ki, sən sadəcə övladının ömründən müəyyən illəri yedin. Niyə? Uşaq getdi, həmin o həkimlik peşəsində oxudu, təhsil aldı. Bir 6-7 il oxudu, magistraturanda oxutdurdun, təhsilini genişləndirdin. Amma buna baxmayaraq bir 10 ildən sonra o peşəsini dəyişdi və onu artıq o yöndə bir fəaliyyətdə bulunmur. Və sən görürsən ki, artıq o uşağın seçdiyi yol başqa yoldur, başqa səmtdir. Buna görə də sən artıq həmin anda idrak edirsən ki, mən düzgün eləmədim. Mən uşaqdan soruşmalıydım, mən məsləhətləşməliydim. Allah Subhanahu va Taala bizə seçim azadlığı bəxş edib. Amma biz öz egomuzdan dolayı, öz egomuzun bizə verdiyi narahatlıqdan dolayı bizim ətrafımızda olan insanları və bizim belə deyək də o öhdəliyimizə, qəyyumluğumuza verilən insanların azad iradəsini başlayırıq qısıtlamağa. Və bu qısıtlama da onların həyatına karmik bir müdaxilədir. Düzdür, burada ümumilikdə götürüləndə bir nizam var. Yəni heç bir ədalətsizlikdən, nizamsızlıqdan söhbət getmir təbii ki. Sadəcə olaraq ümumi tabloda biz anlamaq üçün bunları zikr edirik. Bu həyat hadisələrini zikr edirik. Sən əgər hal-hazırda gördüyün özünə baxanda ki, mövzunu dinləyəndə ki, mən də həyatımda kiminsə həyatına nəzarət edirəm və yaxud da ki, özümə nəzarət edirəm. Hansı aspektdən özümə? Düzdür, sən özünə nəzarət etməlisən. Bu mütləq şəkildə belədir. Çünki müəyyən bir yoldan sapmalar ola bilər, həqiqət yolunda addımlasan belə. Burada nəzarət illüziyası çox gözəldir. Amma ki, digər insanların həyatına artıq sənin müdaxilən bu heç də arzu olunan bir hal deyil. Və sən gördün ki, bu sənə ağırlıq etdi, sən artıq burada bir stop edirsən, anlayırsan ki, nəzarət edirəm, nəzarəti götürürəm mən o etdiyim insanların üzərindən və Allahın rəhmətinə mən həmin insanların həyatını öz həyatımla bərabər təslim edirəm. Mən inanıram ki, bir nizam var, mən sadəcə olaraq öz fitrətim üzrə bir davranış sərgiləyəcəm və bu fitrətim üzrə davranış o deməkdir ki, nə deməkdir bu dostlar? Sənin üçün dizayn olunan milyonlarla yol var qədər tablosuna baxanda. Sən də nəzarət illüziyası ilə gördüyün o dar baxışdan müəyyən bir yolu, həqiqət yolu zənn edirsən, sanırsan, o yolu doğru hesab edirsən. Bəlkə də bu yol bir nəfsani istəkdən doğan bir yoldur. Sən bunu özün üçün doğru hesab etdin və bu yolda addımladın. Addımlayanda görürsən ki, təşəkkür edirəm Lalə xanım, minnətdaram. Addımlayanda görürsən ki, bu yolda heç də o sənin içində olan o həqiqət yolunu aydınladan bir yol olmadı. Burada artıq sən nəzarəti buraxırsan öz həyatına və sən əlini tutursan, həqiqətin əlindən yapışırsan. Həqiqətin əlindən yapışmaq nə deməkdir? İllüzioner sintez edilsək, nəzarət illüziyasını buraxmaq nə deməkdir? O deməkdir ki, dostlar, təsəvvür eləyin ki, bir balaca uşaq, onun düşüncəsi, təfəkkürü, görüşü nə qədər ola bilər? Təbii ki, öz anasının düşüncəsi, təfəkkürü və görüşü qədər ola bilməz. O, öz cüzi iradəsini külli iradəyə təslim edir. O, öz cüzi iradəsini külli iradəyə təslim edərəkdən deyir ki, mən
özüm üçün istədiyim bir həyatı, istədiyim bir yolu seçə bilərəm. Amma bu yolun mənim üçün nə qədər doğru, düzgün olduğunu mən bilə bilmərəm. Ona görə də ey Rəbbim, mən öz nəzarət illüziyasında xidmətimi buraxıram, özümə, ətrafıma nəzarət etməyi buraxıram və özüm və ətrafımı sənə etibar edirəm, sənə təslim edirəm. Bu yöndən artıq sənin öz həyatını ona təslim etməyin, onun əlindən tutmağın deməkdir. O sənə ən düzgün yolda, ən doğru yolda sabit qədəm edərəkdən addımladacaq, irəlilədəcək və sən görəcəksən ki, sənin həyatında bütün o inşasını yarımçıq saxladığın və yaxud da ki, düzgün inşa etmədiyin həyat hadisələri başlayacaq öz yoluna, öz qaydasına, öz relsinə düşməyə. Bu necə bir hal yaradır bizdə? Müəyyən bir çay axır və o çayda sən mübarizə edirsən. Daimi şəkildə avar çəkirsən, səhv istiqamətdə avar çəkirsən, harasa getmək istəyirsən, axına güvənmirsən, enerjiyə etibar etmirsən. Sənin bu axına güvənməyin nədir? Sənin öz Rəbbinə güvənməməyin deməkdir. Və sən bu güvənsizliyi göstərdiyinə görə də bir yorulma, bir depressiya, bir narahatlıq halı yaşadın. Və bir gün sən bunu anladın, narahat olduğu. Artıq sən avar çəkməyi saxladın. Avarı qayığın içinə yüklədin, yığdın və deyirsən ki, mən sənə güvənirəm, sənə etibar eləyirəm. Mən bilirəm ki, sənin əmrinlə hərəkət edən bu çay, sənin əmrinlə hərəkət edən bu enerji məni doğru istiqamətə yönləndirəcək. Bunu artıq sən qəbul edirsən səmimi şəkildə və görürsən ki, həqiqətən də sənin istiqamətlənmən, sənin addımlaman, sənin irəliləmən o təslimiyyətdən doğan bir irəliləmə olduğuna görə doğru istiqamətdə olacaq. Enerjin də öz cibində qalacaq, öz istifadən üçün qalacaq ki, sən anda olaraq zövq alacaqsan. Və bu bir anlıq donuqluq halı yarada bilərsən də. Çünki sən buraxdın. Bir anlıq bir boşluq yarada bilər, bir anlıq bir egosal bir istəkləmə də ola bilər ki, yox, mən buraxdım, bəlkə yaxşı olmadı, bəlkə müəyyən bir səhv istiqamətdə yönlənmə ola bilər. Bu kimi bir səndə dürtmələr ola bilər egosal baxımdan. Amma təbii ki, sən bunlara da bu daxildən gələn o bağırtı səslərinə də sən qulaq asmayaraqdan sən yenidən o təslimiyyət anına da indiki anda sənin olmağındır. Yəni güvəndə olmağın, güvən hissini öz emosional bədənində, öz mental bədənində sən hiss eləməyində, o təfəkkürdə olmağın və o hissi sənin yaymağında. Əgər sən bunda qala bilsən, müəyyən müddət artıq görəcəksən ki, həmin o təslimiyyətdə qaldığın anların, onlar bir səpilən toxumlar sayılır və o anların sənin həyatında gələcək adlı illüziyada toxuduğu, cücərtdiyi, inkişaf elətdirdiyi ağacların bəhrəsini sən bir müddət sonra görəcəksən, onların meyvəsindən sən yeyərək, sən öz feyzini yaşayacaqsan. Təbii ki, bu bəxşi edən sənə Rəbb olan Allahdır. Nəzarət edərək əldə edəcəyin nə idi? Amma sənə bəxş edilən o təslimiyyətdən doğan hal nədir? Bunu sən görəcəksən. Sənin nəzarət edərək əldə edəcəyin, tutaq ki, bir fidan idi, o fidanın verdiyi, böyüyərək verdiyi müəyyən bir meyvə idi. Heç bilmirdim o böyüyərək həmin o meyvə ağacı sənə meyvə verəcək yoxsa yox. Amma sən o təslimiyyətdə olaraqdan, sənin o nəzarəti buraxaraq, nəzarət şuur səviyyəsindən çıxaraq, sərgilədiyin halın, etibar və etimad etdiyin o ali Rəbbimizə və onun sənə bəxş edəcəyi bəxşişləri gördükdə, sən artıq bax onda anlayıb, onda tam şəkildə idrak eləyəcəksən ki, aha, mən həqiqətən də özüm üçün xeyirli olanı bilmirmişəmmiş və yaxud da ki, mən özümə rəva bilirdim bir meyvə ağacını, amma o mənə bəxş etdi bir meyvə bağını. Bax, bu qədər sadədir, dostlar. Buna görə də nəzarət etmək sənin güclü olmağın demək deyil. Nəzarət etmək gücün nümayişi deyil. Bu sadəcə səni tükənişə gətirən bir haldır. Həqiqi güc nədir? Həqiqi güc o nəzarət edə bilmədiyin şeylərin qarşısında sənin öz sakitliyini, daxili sakitliyini qoruyub saxlaya bilməyindir. Sən o daxili sakitliyi qoruyub saxlaya biləndə hansı hal baş verir? Bax,
sadə bir nüansdır. Biz elə bilirik ki, etdiklərimiz, səsləndirdiklərimiz, içimizdə düşünülən o fikirlər, o sözlər elə orada da qalır. Xeyr, bu belə deyil. Bilirsinizmi burada necə bir hal yaranır dostlar? Bizim düşüncəmiz, bizim olduğumuz şuur səviyyəsi, bizim olduğumuz fikirlər, bunlar hər biri bizim həyatımızın növbəti periodlarına müəyyən həyat hadisələrini çəkir. Biz həmin həyat hadisələri ilə növbəti periodda qarşılaşırıq. İndi sən öz hal-hazırda olduğun duruma bax. Sən indi nəzarət vibe yayırsansa, sən əgər indi bir nəzarət ehtiyacı duyursansa, sən artıq öz həyatına nəzarət edə bilməyəcəyin potensialda olan, düşüncədə olan, xarakterdə olan insanları öz həyatına çəkmiş olursan. Yəni özün öz həyatını çətinləşdirmiş olursan. Amma sən bu gün idrak elədin, anladın ki, mən nəzarət edə bilən bir varlıq deyiləm və buna ehtiyac da yoxdur. Mən Rəbb olan Allahın qurduğu sistemə güvənməliyəm. Təşəkkür edirəm Zaur bəy, minnətdaram sizə. Mən sadəcə Allah Subhanahu va Taala'ya güvənməliyəm, etibar və etimad etməliyəm. Və etibar və etimad edəndə mən bir təslimiyyət vibe yaydım. Təslimiyyət vibe bir təslimiyyət toxumudur ki, mən əkdim və bu toxumu mən nə qədərsə həmin o halımı növbəti periodlarda da qoruyub saxlayaraq sulasam, o zaman nə baş verəcək? Təbii ki də ki, gələcək adlı illüziyada mənim həyatıma o narahatlıq yaranmayacaq halların, vəziyyətlərin, situasiyaların, məni narahat etməyəcək həyat hadisələrinin mən yaşantısını görəcəm. Çünki mən indiki anda qaldım, indiki şuurlu şəkildə vibe'ımı dəyişdim və mənim şuurlu şəkildə vibe'ımı dəyişərək o narahatlıq vibe yerinə rahatlıq, narahat olmama, təslimiyyət, axın vibe yaymağım həmin o həyat hadisələrinin öz həyatıma çəkməyinə səbəbiyyət verdiyini artıq mən idrak elədim. Yəni ki, yaşadığım bugünkü həyat, yaşayacağımız bundan sonraki həyat və yaxud da ki, yaşanılan həyat nədir? Bizim öz şuurlu şəkildə seçdiyimiz bir həyatdır. Buna görə olduğumuz şuur səviyyəsinə görə yaşadığımız bu həyatı görə biz insanları günahkar bilməli deyilik. Təşəkkür edirəm, xoş gəlmisiniz. Biz buna görə kimisə günahkar bilməli deyilik, çünki biz özümüz öz həyatımızı seçdik. İnşa etdik demirəm, seçdik. Niyə görə? Çünki zaten gələcək inşa olunmuş haldadır. Yəni sənin üçün artıq istədiyin milyonlarla tip gələcək var qədər tablosunda. Milyonlarla sənin rahat olacağın, təslimiyyətdə olacağın, kamil versiyan, alim versiyan, fəlsəfə doktorun, professor versiyan, sənin hər bir versiyan var. Bax, sən indi hansı versiyanı yaşamaq istəyirsənsə, o versiyanı öz həyatına çəkirsən. Necə edirsən bunu? Həmin versiyanın vibe'ını yayaraq. Sən bir maqnitsən və sən sifariş verirsən istəklə. İstək nədir? Zehindən doğan bir istək yox. Mən rahat bir həyat istəyirəm, amma içimdə mən narahatlıq, bir vibe yayıram. Yox, bu yöndən bir istək yox, təbii ki. Sən istədiyin bir həyatı həmin həyatın içində olaraqdan bir emosional hal doğuraraq sən o həyatı sifariş verə bilərsən. Nəzarət şuurunda olaraq sən təslimiyyətdə olacağın rahat bir həyatı sifariş verə bilməzsən. Buna görə də sən ilk öncə bu şuur səviyyələrini idrak eləyərək sən daxili halını sən anlamalısan. Daxili halını anlamağın nə deməkdir? Daxili halını anlamağın o deməkdir ki, sən özünü check-up etdin, müayinə etdin. Müayinə edəndən sonra sən görürsən ki, məndə bu əksikliklər var, bu belə deyək, artıqlıqlar var və mən özümdə bir rəndələmə işi həyata keçirməliyəm. Mən öz daxilimə düzəliş eləməliyəm. Mən öz daxilimə düzəliş etdikdən sonra görəcəm ki, xarici aləm də məni əhatə edən, xarici aləm də düzəldi.
Çünki sənin düşünərək nəyisə çəkməyindən çox hiss edərək nəyisə çəkməyin çox güclüdür. Niyə görə? Baxın, bizim zehnimizin yaydığı vibe-la bizim qəlbimizin yaydığı vibe arasında 5000 dəfədən çox fərq var. Necə? Məsələn deyirlər ki, düşün məsəl üçün varlan, düşün həyatın dəyişəcək. Belə deyil. Sən sadəcə mən varlıyam afirmasiyasını təkrarlayaraq, mən təslimiyyətdəyəm afirmasiyasını təkrarlayaraqdan sən bir özünü aldatma özünə suna bilərsən. Sən ancaq bunu edə bilərsən. Amma yox, sən bunu içində hiss eləsən, bunun özündə yaşasan, həqiqətən də o nəzarət şuur səviyyəsində olduğu idrak eləyərəkdən həyatın iplərini əlindən buraxsan və bir nəzarət ehtiyacı içində duymasan, axşamınız xeyirli olsun. Sən bax o zaman artıq emosional olaraq, qəlbi olaraq bir frekans yaymış olacaqsan və qəlbin yaydığı frekans bu artıq sənin zehninin, mental bədəninin yaydığı frekansdan 5000 dəfə güclüdür. Bu o deməkdir ki, sənin istəyərək, həqiqətən istəyərək arzuladığın və arzunun içində olduğun o halı sən öz həyatına daha tez çəkə bilərsən. Və sən nəzarəti bugün anlayaraq, bugün idrak eləyərək buraxsan, həyatın düzələcək. Ehtiyac da qalmayacaq. Bəs deyirsən ki, yaxşı, mən nəzarət ehtiyacımı buraxdım. Mən nəzarəti buraxdım. Bundan sonra həyat necə olacaq? Bundan sonra həyat sənin nəzarəti buraxıb həmin anda hiss etdiyin hal üzrə olacaq. Bax, sən nəzarəti buraxdın. Sən dedin ki, mən artıq narahat deyiləm heç nəyə görə. Bunu hal olaraq sən hiss elədinsə, o zaman nə baş verir? Sənin gələcəkdə narahat olmayacağın hadisələri sən öz həyatına çəkmiş və bir müddət sonra da onları yaşamış olacaqsan. Və bugün etdiyin həmin o inkişaf yönündən, mənəviyyat yönündən addımlamağın, müəyyən bir ritualları icra etməyin və yaxud da ki, o halı vibe olaraq yaymağın, yenə də qeyd edirəm, bu bir gələcəyin üçün etdiyin bir yatırımdır. Mütləq şəkildə bu faydasını verəcək. İşlətdiyin sözdə, buraxdığın vibe-da o külli kainatı dönür və yenidən qayıdır sənə və sən onu yaşayırsan və sən onu bütün bədəninlə yaşayırsan. Sənin öz gələcəyin üçün nəyisə inşa etməyin sənin öz dar təfəkkürünə görə müəyyən bir sənin gözündə yaxşı bir gələcək ola bilər. Amma ən ali memara Allaha sən öz gələcəyi həvalə etsən, desən ki, ya Rabbi, mən bilmirəm mənim üçün nə xeyirlidir. Nəzarətdə saxlayaraqdan, dar təfəkkürümlə müəyyən bir şeyləri istəyirəm. Amma mənim üçün ən xeyirli olanı, mənim bu həyatda mutmain edəcək halı daha gözəl şəkildə sən bilirsən. Çünki məni də inşa edən sənsən. Mənim üçün nəyin xeyirli olacağını da bilən sənsən. Buna görə də mən o inşaatı, o gələcəyi sənə həvalə edirəm. Sən bunu həvalə et və bacardığın qədər də indiki anda qal. Bacardığın qədər də indiki anda qalaraqdan sənə bəxş edilən o naz-ı nemətlərdən zövq almağa çalış. Onların şükrünü et. Mən sənə əmin eləyirəm ki, %1,000,000% gələcəkdə yaşayacağın, Rəbb olan Allahın sənə layiq bildiyi, sənin üçün inşa etdiyi o həyat səni mutmain edəcək. Mütləq şəkildə bu olacaq. Çünki sənin təslimiyyət anında yaydığın vibe şükür vibe'ıdır. Sənin təslimiyyət anında nəzarət şuur səviyyəsindən çıxaraq yaydığın vibe təşəkkür vibe'ıdır, inan vibe'ıdır, həmd vibe'ıdır. Və həmd vibe'ını yayaraqdan necə şükürsüz bir halı sən özünə çəkə bilərsən? Bu qeyri-mümkündür. Bu simulyativ qanunlarla da qeyri-mümkündür. Sən artıq burada şükür vibe'ı yaydığına görə şükür edəcəyin halları sən artıq öz həyatına çəkmiş olursan. O qədər sənə gözəlliklər bəxş olunur ki, Rəbb olan Allah tərəfindən. Və sən hər birinə də şükür edərəkdən artıq sən bir gələcək adlı pilləkən inşa eləmiş olursan ki, bir müddət sonra həmin pilləkəndə sən başlayacaqsan addımlamağa. Necə baş verir? Bax, təsəvvür elə ki, sən, axşamınız xeyirli olsun, sən 5 manatlıq kofta istəyirdin və Allah Subhanahu və Teala'ya sən öz cüzi iradəvi həvalə etdin
Allah Subhanahu va Taala sənə bəxş etdi, sənin bu təslimiyyətindən doğan halva görə və şükür etdiyinə görə sənə 50 manatlıq kofta almağı bəxş etdi. O sənə bunu layiq bildi. Və sən bu koftanı geyindin, tutaq ki, 50 manatlıq koftanı geyindin və bunun da şükrünü edirsən. Burada yekəbaşlıq eləmirsən. Burada naşükürlük etmirsən. Ay mənə kofta verildi deyib aləmə car çəkmirsən. Allahın sənə bəxşidir, Allahın sənə lütfüdür. Heç kimə bu carı çəkmək lazım deyil. Sən sadəcə buna görə şükür etməlisən. Bax, buna görə şükür edəndə nə baş verir? Bir müddət sonra sənə o 50-nin 10 qat artığını alma potensialı, pulu, halı bəxş olunur. Və sən görürsən ki, artıq mən bugün mənim tutaq ki, maddi durumum bu koftanı almağa yetirdi. Amma mən bunun şükrünü etdiyimə görə, bunun təşəkkürünü etdiyimə görə, bunun minnətdarlığını etdiyimə görə Rəbb olan Allah mənə bundan daha yaxşısını almağı bəxş etdi. Bu nədir? Bu sənin nəzarətdən çıxıb, nəzarətdən çıxaraq və özünü təslim edərək Rəbb olan Allaha etibar və etimad etməyin deməkdir. Nəzarət şuur səviyyəsi həm də nədir? Müəyyən bir qazanca sahibsən hal-hazırda və öz aylığını, öz gələcək o maaşı alandan sonraki halını sən aldığın o 5-3 manata görə qurursan. Məsələn, 1000 manat qazanırsan və 1000 manatlıq bir gələcək. Bu nəzarət illüziyasıdır. Sən öz bir aylıq sonraki periodunu sən nəzarətdə saxlamış olursan. Və nəzarətdə saxladığına görə də daimi şəkildə nəzarətdə saxlama ehtiyacı duyduğun həyat hadisələrini özünə çəkirsən. O sıxıntını, o narahatlığı, yəni o limitləməni sən özünə qoydun. Bax, bu limitləməni sən götürsən, limitləməni götürsən və qazanırsan, çox gözəl. Əla. Qazancının şükrünü et, təşəkkürünü et, minnətdarlığını et. Dahi düşünmə ki, ömrüm boyu mən bu qazancın içində bu stabil qazancla qalacam. Bax, bu çərçivəni sən özünə yaratsan, elə də olacaq. Amma sən bunu həvalə etsən, yəni o qazancın çərçivəsində arzulama. Qazancın çərçivəsində hansısa bir həyatı inşa edərəkdən özünə sunma. Həvalə et ona, inan ona, çıx nəzarətdən. Təşəkkür edirəm Lalə xanım, minnətdaram. Bunu etsən, sənin artıq xəyalın böyümüş olacaq. Sənin istəyin böyümüş olacaq. Sənin arzuvun limiti yoxdur. Niyə özünü limitləyirsən? Bax, indi sənə desəm ki, misal üçün, ağlında bir rəqəm tut, deyəcəksən 5, 10, 50, 100. Amma gəl bu sualı bir milyonerin övladına verək, o deyəcək 1 milyon, 2 milyon, 3 milyon. Sənin düşüncən də kasıbdır. Bax, bu kasıb təfəkkürünü anla. Bu sənin, belə deyək, alçaltmaq üçün deyilən bir fikir deyil. Bu səni oyatmaq üçün deyilən bir fikirdir ki, sən öz arzunu limitləmə. Bu stəkanı istəyirsən. Bəlkə bu stəkanın satıldığı bir mağazanı arzulayasan. Bugünkü qazancıma görə bu uyğun deyil. Mən anlayıram səni. Amma ki, səni bunu arzulamağın pullu bir iş deyil ki. Sən sadəcə bunu istə. Və onun sənə bunu bəxş edəcəyini bilərəkdən bunu istə. Çünki Allahın lütfü zəngindir. O deyir ki, siz nə istəsiniz, mən sizə verərəm və mənim xəzinəmdən heç nə azalmaz. Bu Allahın vədidir. Və biz burada ona nə qədər güvənirik? O artıq bizim arzularımıza baxır. Biz nə qədər güvənirik Allahımıza? Biz inanırıqsa ki, hə, mən bunu istəyəcəm, o da mənə bunu verəcək. Burada sən anlayırsan ki, istədən də odur. Niyə görə istətdi? Vermək üçün istətdi. O necə verəcək? Artıq bax, bu nəzarət illüziyasıdır. Bu nəzarət şuurudur. Bunu etmə. Necəsini düşünmə. Sadəcə istə. Arzula, niyyət et və burax. Arzuladın və buraxdın. Və orada elə bir arzunu buraxma halı olmalıdır ki, təslimiyyətdən doğan bir arzunu buraxma halı olmalıdır. Çünki sən orada əgər nəzarətdən arzunu buraxırsansa, bu demək deyil ki, məsələn, nəzarət şuur səviyyəsində olan insan arzulamır. Xeyr, hər bir insan arzulayır. Amma onların arzuları fərqlidir. Nəzarət şuur səviyyəsində olan insan arzulayır bir halı, bir vəziyyəti, bir situasiyanı, bir illüzioner enerjini, amma o artıq onun belə deyək də
həyata keçməsini öz təfəkküründə qurur və onun arzusu da limitli bir arzu olur. O deyir ki, bax mənim bu arzum hal-hazırda qeyri-müəyyəndir. Yəni mən istəyirəm misal üçün də bir maşın, amma bax gəlirim ona uyğun deyil. Qazancım ona uyğun deyil. Ətrafında onu mənə hədiyyə edəcək insan yoxdur. Bu nə oldu? Bu sənin arzunu çərçivəyə salmağın oldu. Bu sənin arzuva nəzarət etməyin oldu. Bu sənin oturub yeməkxanada, restoranda bir yemək sifariş verib, o yeməyi həmin o restoranın sahibi, şef-pover necə hazırlayıb, necə gətirəcəyi üçün sənin narahat olmağın deməkdir. Və sən daimi maraqlanırsan ki, bax mən indi kebab sifariş verdim. İndi bu şef-pover gedib qoyunu hardan alacağı, necə kəsəcəyi, necə bişirəcəyi, duzu hardan alacağı, manqalı necə, bu qədər mənasızdır sənin nəyisə nəzarət etməyin. Nəyisə nəzarət etməyin həqiqətən də bu qədər mənasızdır. Sən oturmalısan və sifariş verməlisən. Təşəkkür edirəm Lalə xanım, minnətdaram. Və nəticəyə qarışmamalısan. Bu o deməkdir ki, sən nəzarət şuurundasansa, sən arzuluyursansa, arzun yerinə yetməyəcək. Çox gecikəcək. Çox gecikəcək və sən bezəcəksən. Amma sən bugün idrak eləsən ki, mən arzuluyuram və mən arzuladığımı necə yaradacağını, necə həyatıma gətirəcəyini, necə bir fiziki bir format daşıyacağını, bu artıq məni maraqlandırır. Mən sadəcə olaraq Rəbb olan Allahın dünyanı mənim xidmətimə verdiyini idrak elədim və mən sadəcə istədim. Mən sadəcə belə deyək, arzuladım, etibar etdim, Rəbbimə etimad etdim, Rəbbimə güvəndim və məni maraqlandırmır o hardan gələcək. O onun işidir. Niyə onun işinə qarışırsan? Bəxş edən odur. Sən öz dar düşüncənlə özünə nəyisə necə bəxş edə bilərsən? Dar təfəkkürdəsən axı sən. Axı sən həyat tablosuna çox dar baxırsan axı. Bu çox çətin olar sənin üçün. Bu qeyri-mümkündür sənin üçün. Sən sadəcə bunu nə etməlisən? Nəzarət şuurundan çıxaraq ona həvalə etməlisən. Onun rəhmətinə övladını da həvalə etməlisən. Onun rəhmətinə digər ətrafında olan insanları və ən əsas özünü həvalə etməlisən. Bax, özünü həvalə etsən, sənin övladının da, yoldaşının da, özünün də, ananın da, atanın da, dostunun da, qardaşının da, bacının da, hər birinin sən gələcəyini nəzarət altında saxlamaqdan çıxaraq ona həvalə etsən, ona etimad etsən, onun belə deyək, rəhmətinə bəxş etsən, görəcəksən ki, onlar üçün ən gözəl surətdə bir bəxşlər olundu. Zaten o nəzarət etdiyin sənin əlindən çıxacaq. Mən bunu nə qədər əlimdə saxlayayım? Bax, bunu götürdüm əlimə, bu dolu stəkanı. Mən bunu nə qədər əlimdə saxlayayım? Mən yorulacağam, bir gün bunu qoymalıyam. Bax, o bir günün sənin 50 yaşında, 60 yaşında, 70 yaşında olmağını istəmirsənsə, sən bu gün onu buraxmalısan. Bugün burax. Bugün idarə etməyi burax. Bugün idarə etməyi burax. İndiki anda ol, görəcəyin işi indiki anda et, indiki andan zövq al, nəzarət ehtiyacı duyma, nəzarət etməyi burax və həyatını yaşa. Necə yaşa? Onun buyurduğu kimi yaşa. Onun buyurduğu kimi bir həyat yaşasan, onun buyurduğu kimi bir həyatı özüvə layiq bilsən, o deməkdir ki, sən dünya labirintində əlində bir xəritə tutmusan və o xəritəyə baxaraqdan düzgün yolla irəliləyirsən. Səni də yaradan odur, dünyanı da yaradan odur, xəritəni sənin əlinə bəxş edən də odur, sənin kör gözlərini açan da odur, görməyi sənə bəxş edən də odur və burada nə qalır? Sadəcə olaraq baxıb xəritəyə addımlamaq. Şikayət etmək yox, narahat olmaq yox. Baxıb doğru şəkildə addımlamaq. Və burada da sənin əlindən o tutacaq. O səni düzgün şəkildə addım alacaq. Əgər sən sənə bəxş edilən o şuurlu halını ona əmanət etsən. Desən ki, ya Rəbbi, mənə bu həyatda addımlamaq çətindir. Mənə yar və yardımcı ol. Sadə bir cümlə, asanlıqla və rahatlıqla mənə yar və yardımcı olmağı niyyət edirəm. Sadə bir cümlə enerjinin ona bir növ təslim olunması sayılır, öz cüzi iradəvin ona həvalə edilməsi sayılır və bunu da sən eləsən, o sənin əlindən tutaraq səni o dünya qaranlığından çıxardacaq. Və həm də sənə deyir ki, bax,
dəyərli kitabımız Qurani-Kərimdə nə deyir? Deyir ki, mən səni bir bəladan qurtardım, amma bir də ora qayıtma. O səni qurtaracaq. Sən desən ki, ya Rabbi, mənim əlimdən tut, məni bu bataqlıqdan çıxar, o səni oradan çıxardacaq. Bunu %100 bil. Amma irəlilədiyin həyatda o bataqlıqlardan o yolda bir daha olacaq. Və orada baxacaq o səni. Bax, çünki bax, sən bataqlıqdasan. Batırsan, ondan istəyirsən ki, sənə bir dal uzatsın, o sənə əl uzadır və sən o əldən tutdun, çıxdın. Bataqlıqda olanda narahat idin, stresli idin, çox bitkin durumda idin, amma bataqlıqdan çıxdın, rahatladın. Rahatlığa çıxanda onu unutma. Qəti şəkildə bunu eləmə. Əgər sən narahatlıqda onu xatırlayıb, rahatlıqda onu unudursansa, o həyat yolundakı növbəti bataqlıqlara girməyə hazırlaş. Orada %100 sən o bataqlıqlara girəcəksən. Yox. Sən əgər oradan çıxdın, şükür edirsən, təşəkkür edirsən və unutmursansa onu hər an xatırlayırsansa, ona xidmətkar olaraq, qılınaraq bir hərəkətləri icra edirsənsə, əmin ol ki, növbəti bataqlıqlara batmayacaqsan. Amma o bataqlıqları görəcəksən. O sənə hər birini göstərəcək. Niyə göstərəcək? Şükür predmeti olaraq. Deyəcək ki, bax, sən bugün mənim əlimdən, mənim rəhmətimdən tutmasaydın, mənim rəhmətimə, mənim mərhəmətimə sarılmasaydın, sən ora düşəcəkdin. Sən oralarda batıb gedəcəkdin. Amma bax, bugün sən o bataqlığın içindən keçmirsən, sən onun yanından keçirsən. Bax, o sənə bunu göstərəcək. Bunu mən sənə %100 deyirəm. Ona görə də bir günahdan sizi qurtarırsa, bir daha o günaha qayıtmayın. Qayıtsaz, ömrünüzün böyük bir əksəriyyətini o günahın içində, o bataqlığın içində keçirəcəksiniz. Buna görə də nə etməliyik? Hansı addım atmalıyıq dostlar? O addım atmalıyıq ki, ona güvənməliyik, ona inanmalıyıq, onun rəhmətindən və mərhəmətindən bərk sarılmalıyıq. Çünki bu həyatda onun rəhməti olmadan nəfsimizlə biz mübarizə apara bilmərik. Nəfs o qədər güclüdür ki, sən nə nəfslə, nə də bu dünyada hökmranlığını daşıyan şeytani frekansla sən mümkün deyil ki, bir rəhmət olmadan sən baş aça biləsən. Çünki sənin tək başına bunu icra etməyin çox çətindir. Sənin yanında bir surət olmalıdır. Sənin yanında Allah subhanahu wa ta'ala bir surəti qoymalıdır ki, o hər dəfə sənin əlindən tutsun. O vasitələrlə sənə yardım edir. Möcüzə gözləmə ki, buludlar yarılacaq, oradan bir əl məni çıxardacaq. Yox. O bir sözlə də sənə yardım eləyəcək, o bir fikirlə də sənə yardım eləyəcək, o bir surəti danışdıraraq da sənin əlindən tutacaq. Bax, yardım belə olur. Başqa bir şey gözləməyə ehtiyac yoxdur. O səninlə vasitələrin dili ilə danışacaq. O vasitələrin dili ilə səni yönləndirəcək. Sən bunu sadəcə idrak eləməlisən həmin anda, anlamalısan. Anlamalısan onun sənə verdiyi mesajı. Anlamalısan onun sənə bəxş edəcəyi lütfü. Görməlisən. Dostlar, mövzumuz bu qədər. Ümidvaram ki, mövzu həyatınızın müəyyən aspektində sizə güzgü olacaq. Olduğunuz situasiyanı sizə göstərəcək. Və yaxud da ki, qaranlıq yolumuzda bir işıq olacaq.